Yeni mövzumuzla yeni dərsimizdə salamlayıram sizi. Mövzumuzun adı sadə iki hissəli forma. Daha yaxşı anlaşılsın, mənimsənilsin və həzm edilsin deyə bu mövzunda 3 dərsdə izah edəcəm. Sadə forma deyəndə nə nəzərdə tutulur? Hərçənd ki, periodlardan bilirik. Bu dəfə 2 və 3 hissəli formaları da əlavə edərək belə qayda vermək olar. 1, 2 və 3 hissədən ibarət periodlardan təşkil olunmuş bir mövzulu formalar sadə formalar adlanır. 1, 2 və 3 hissədən ibarət periodlardan təşkil olunmuş bir mövzulu formalar sadə formalar adlanır. Bir hissəli formaya baxmışdıq. O nə forması idi? Period forması idi. Qatlı period dediyimiz mürəkkəb periodlar həmçinin sadə formadır. Çünki nə qədər mürəkkəb olursa olsun bir hissədən ibarətdir. Ona görə sadə formalar arasında sayılır. Sadə formalar istər 1, 2, 3 hissədən ibarət olsun, fərq etməz. Sadə formalar periodlardan qurulur. Sadə formaların tərkibində periodlardan böyük forma olmur və sadə hissələr bir mövzulu olur. Bir dənə tema olur. Əsasən sadə 2 hissəli və həmçinin də 3 hissəli formalara adətən mahnı forması da deyirlər, kuplet forması. Çünki bu formaların mənbəyi və inkişafı ilk növbədə məişət rəqsi, eyni zamanda mahnı janrı ilə bağlıdır, xüsusilə xalq yaradıcılığı ilə. Elə götürək bizim öz milli rəqslərimiz, türkülərimiz, xalq mahnılarımız, aşıq havalarımız və s. Avropa musiqisində isə 17-ci əsrdə mövcud olan qədim suita silsiləsinin tərkibindəki rəqslər Allemandadır, Sarabandadır, Menuet, Kuranta, Galot və s. və bunların böyük əksəriyyəti 2 hissəli formadadır. Daha sonra Ländlerdə, valslarda bu forma geniş yayılıb, Schubert'in, Schumannın yaradıcılığında xüsusilə. Sadə formalar üçün nə dedik? Periodlardan qurulur, perioddan böyük olmur onların tərkib hissələri. Bir mövzulu olur, həmçinin vahid temp, oxşar faktura, kiçik həcm, bir tonallı olması və tematik cəhətdən mürəkkəb olmayan formalardır belə formalar. Yəni temalar da sadədir, hər baxımdan həm harmonik, həm melodik. Sadə formalar mürəkkəb formaların tərkib hissəsi olur demişdik. Məsələn, variasiyanın teması ola bilər, rondonun refreni ola bilər, sonata formasının əsas ya da köməkçi partiyasında istifadə edilə bilər və s. Biz gələcəkdə bu formalara baxanda orada sadə formaları görəcəyik. Yəni bu keçilən dərslər onsuz da gələcəkdə yavaş-yavaş təkrarlanacaq, üstündən keçəcəyik. Dediyim kimi, ən çox vokal musiqidə, bir də xalq rəqs musiqisində bu forma geniş yayılıb, amma Viyana klassiklərinin dövründə də həmçinin instrumental musiqidə də geniş təşəkkül tapıb. Mən indi sizə sadə 2 hissəli formanın quruluşu haqqında ümumi məlumat verəcəm, daha sonra biz bunları böləcəyik. Bu sadə 2 hissəli formalar 2 cür olur, yəni reprizli olur və reprizsiz olur. Bunları 2 ayrı dərsdə izah edəcəm, amma indi ümumi, yəni hər iki növə aid olan bir formanı mən sizə göstərim. Sadə 2 hissəli formanın ən sadə şəkli təkrar quruluşlu 2 periodun birləşməsindən ibarət olur. Bax, burada A-B görürsünüz. Bu A bir perioddur, B ikinci perioddur. Biz artıq periodlar nədir onu bilirik. Periodlardan biri budur, ikincisi də budur. Təkrar quruluşlu deyəndə periodun özü təkrar quruluşlu olur. İndi burada baxırsınız ki, A-dır, o birisi B-dir, A deyil. Bu mənada təkrar quruluşlu yox. Bir periodun özü. Özü bax, ayırıram. Yəni sadəcə birinci periodun özü təkrar quruluşlu olur və yaxud ikinci period təkrar quruluşlu olur. Tipik sadə 2 hissəli formalarda. Təbii ki, fərqlər var, istisnalar var. Birində baxacağıq, növləri var. A-B. Ən sadə şəkildə belə deyək. Sadə 2 hissəli formanın formülü, düsturu. Bax, bu şəkildədir, sxemi. Bax, 2 dənə period dedik, düzdürmü? Bu periodların arasında quruluş baxımından harmonik, bir də tematik baxımdan vahidlik əsasdır. Vahidlik. Bu periodlarda nələr baş verir quruluş etibarilə? İkinci hissənin sonunda, bax bu hissənin sonunda, biz baxacağıq birazdan, sadəcə indi nəzəri məlumat verdim. İkinci hissənin sonunda birinci hissənin materialından istifadə olunur. Buna nə deyirlər? Tematik vahidlik. Həmçinin başladığı tonalda bitir. Yəni belə hissələrdə hansı tonalda başlayırsa o tonalda da bitir. Ortalarda modulyasiyon mümkündür, amma başladığı tonalda bitir. Buna nə deyirlər? Buna da harmonik vahidlik deyirlər. Bir də quruluş vahidliyi var. Quruluş vahidliyi nədir? Hər iki periodun həcmi eyni olur, uzunluqları eyni olur. Bu deyək ki 16 xanəlik perioddur, bu birisi də olur 16 xanəli period. Birinci period 8 xanəlidirsə, ikinci periodda olur 8 xanəli. Bu olur quruluş vahidliyi. Quruluş vahidliyi həmçinin harda vardır? Qatlı periodda, mürəkkəb periodda. Bəs aralarında fərq nədir? Fərq budur ki, qatlı periodda, yəni mürəkkəb periodda, siz belə eşitmisiniz, qulağınız belə öyrəşib, mürəkkəb period. Qatlı periodda cümlələrin əvvəli eyni olur. Sadə 2 hissəli formada isə periodların əvvəli eyni olmur. Qatlı perioda bir dənə baxaq, onu yadımıza salaq. Yadımızda da bu əsərə baxmışdıq. Baxın, bu bir qatlı period, cümlələrin əvvəli görürsünüz, təkrar olan quruluşludur.
Və yaxud o birisi nümunəyə baxaq. Yuxarıda birinci cümlə gedir. İkinci cümlə aşağıda. Demək olar eyni mövzudur. Yuxarıdakı həmçinin. Burada baxa bilərsiniz. Qatlı periodlar təkrar quruluşlu olur. Ona görə də cümlələrin xüsusilə əvvəli ya oxşar olur ya da eyni olur. Birazdan sadə iki hissəli forma nümunələrinə də baxacağıq. Orada görəcəksiniz ki, bu periodun başlanğıcı bununla eyni deyil. İkinci periodun sonu. İkinci cümləsi birinci ilə oxşarlıq təşkil edə bilər, hətta eynilik də təşkil edə bilər. Bütün variantlara biz baxacağıq. Belə formaların, yəni sadə iki hissəli formaların əsas xüsusiyyətlərindən biri odur ki, birinci hissədə əsas musiqi fikir verilir. Bax, bu A, birinci periodda əsas fikir burada verilir. Tema nümayiş etdirilir. İkincidə isə bu temanın fikrin inkişafı gedir. Sonraki inkişafı gedir və əsas tonallıqda tamamlanması baş verir. Bir növ bu təqdimatdır, bu isə işlənmə və reprizadır. Bir növ. Bax, artıq sonatallığın ən ilkin, ən ibtidai əlamətlərini burada hiss etmək olur. Bu şəkildə göstərim sizə. A birinci perioddur, B ikinci perioddur. Tipik, klassik, sadə iki hissəli forma kvadrat quruluşlu olur. Sizə belə göstərim. AB ki biz dedik, bax bu A birinci perioddur, B ikinci perioddur. Birinci period iki cümlə, məsələn 4 xanə, 4 xanə və yaxud 8, 8 və yaxud 16, 16 xanədən ibarət ola bilər. İkinci periodda həmçinin 4 xanə, 4 xanə, 8, 8, 16, 16 və s. Belə kvadrat quruluşlu olur. Əsl iki hissəli forma, belə deyim. Nadir hallarda isə qeyri-kvadrat quruluşlu iki hissəli sadə formalarda rast gəlmək olur. Necə? 5 xanə, 5 xanə. Burada da bir dəqiqlik var. Xanə dəqiqliyi bax 6, 6, 6, 6 gedir. 7, 7, 7, 7. Sadəcə kvadrat quruluşlu üçün bizim ikinci tələbimiz var idi. O nə idi? Yadınızdadırsa demişdik, xanələrin sayı 4, 8, 16, 32 bu şəkildə olmalıdır. İndi çox da ki burada 6, 6, 6, 6 gedir. Cüt rəqəmlər həmçinin hamısı eynidir. Həcmi eynidir. Amma sonu nəticəsi ümumi 24 xanə olur. Ona görə və yaxud 12 xanə, 12 xanə biz buna kvadrat quruluşlu deyə bilmirik. Yenə də belə hallara da rast gəlinir. Çox az rast gəlinən hal necə olur? Tamamilə dəyişik. Biri 6 xanə, biri 5 xanə, biri 8 xanə, biri 7 xanə və s. Biz ən yaxşısı buna baxaq. Mən bu əsl forma üzərindən sizə izah edeyim. Bu birinci periodlarda, birinci hissələrdə həm kvadrat quruluşluq olur, həm də təkrar edilən quruluşlu olur bu periodlar. Təkrar quruluşlu olduğuna görə avtomatik olaraq nə olur? Tematik cəhətdən periodun cümlələri oxşuyur. Yəni birinci cümlə ilə ikinci cümlə oxşuyur. Təbii ki, melodik baxımdan dəyişiklik ola bilər. Dəqiq təkrar demişdik, məcbur deyil. Təkrar edilən quruluşlu periodlarda ritmik bənzərlik də keçərlidir. Melodiya dəyişə bilər, variant ola bilər, variasiyası ola bilər. Zaten istər-istəməz bir çox hallarda, əksər hallarda kadensiyalar fərqlənir, onsuz da. Heç nə fərqlənməsə də çox vaxt kadensiyalar fərqlənir. Birinci isə həmçinin bir tonallı da ola bilər, modulyasiyalı da ola bilər. Adətən modulyasiyalı olur və modulyasiya olan da ya birinci xanənin sonundan etibarən ya da ikinci xanədə artıq modulyasiyon baş verir. Tonal dəyişimi, yəni tonal dəyişimi hara olur? Uzaq tonallara olmur təbii ki. Ya paralel tonallara adətən, ya da dominant tonallara. Bəzi hallarda da subdominant tonallara. Niyə uzaq tonallara modulyasiya olmur? Ona görə ki, dediyimiz kimi bu forma əsasən vokal janrda hakimdir. Siz düşünün, yəni tutaq ki, do majorda vokalist bir mahnı oxuyur və sonra mi majora modulyasiya olur. Mi major artıq 4 dənə yeni diyez gəlir. Biraz çətin olur. Amma nə ola bilər? Do majordan lə minora keçər, ikisində də işarə yoxdur. Paralel tonallığın əsas xüsusiyyəti nədir? Ortaq səslərin çox olmasıdır. Bax, məsələn, do major və yaxud lə minor. Hər hansı bir major, minor özünüz çalın, görəcəksiniz, ortaq səslər çoxdur. Yaxud baxın, ya re major çaldım, həmin re majoru redən yox, sidən çalsam işarələr eyni qalır natural hallarda. Ortaq səslərin çox olması önəmlidir. Dominant tonallıqlar da elədir. Do majorla sol major cəmi orada bir dənə faiz olur diyez. Ya da re majorla lə major bir dənə yeni işarəmiz gəlir, o da sol, sol diyezləşir. Ortaq müştərək səslər çox olur. Bu vokalistə, səs sənətçisinə, ifaçıya rahatlıq verir. Nəinki tamamilə yeni bir tonallığa işarələr dəyişir, əhval-ruhiyyə də dəyişir. Ona görə adətən ya paralel tonallığa, ya da dominant tonallıqlara. Bura subdominant da daxildir. Az rast gəlinsə də subdominanta da modulyasiya olunur. Mümkündür. Sadəcə birinci hissəmi bu keçərlidir? Yox, ikinci hissədə də mümkündür bu hallar.
İkinci hissədə də mümkündür, amma fərq nədir? Fərq odur ki, bu ikinci hissənin, ikinci periodun ikinci hissəsində artıq öz kanalına qayıtmaq məcburiyyətindədir. Birinci hissədə necə olurdu? Öz kanalında başlayırdı, deyək ki, do majorda başlayır, ondan sonra yönəlir harasa, sol major deyək. İkinci periodda tərsi olur. Birinci cümlədə sol majorda, orada hətta ürək istəsə bir mi minora da gedə bilər və s. Gəzir, dolaşır, amma son cümlədə ən sonda məcburdur ki, gəlsin əsas kanala qayıtsın. Evdən çıxır, gəzməyə gedir, amma sonra yenə evinə qayıdır. Biz bununla bu nəticəyə gəlib çıxırıq ki, formanın ən sonunda birinci hissənin tematik materialından istifadə edilə bilər, edilməyə də bilər. Amma əsas kanala qayıtmaq bu məcburdur. Dərsin əvvəlində demişdim, bu forma reprizli olur və reprizsiz olur. O reprizli olub-olmadığını bu sonuncu cümlə təyin edir. Biz reprizliyə, reprizsizə bir növbəti 2 dərsimizdə ətraflı baxacağıq. İndi bir balaca da yenə məlumat verim, ümumi məlumat. Bu ikinci periodun birinci cümləsi ki var, bax bu orta hissə sayılır. Orta hissə, ümumi formanın orta hissəsi sayılır. Düzdür, formada orta yoxdur, A, B 2 hissə var. Amma şərti olaraq, yəni, sanki ortadır. Bu ikincidə şərti olaraq reprizə sayılır. Amma bəzən reprizə olmaya da bilir, yenə deyirəm. Sadə formalar bir mövzulu olur. İndi bəs deyirsiniz ki, bu niyə A-dır, bu niyə B-dir? Tamamilə fərqli deyil bunlar. B ona görə deyirik ki, bu artıq sərbəst özü bir perioddur. Bir period, 2 period. Amma burada, yəni demək istəyirəm, bu ikinci period birincidən tamamilə fərqli deyil. Bu ikinci periodda birinci periodun elementlərinin işlənməsi ola bilər. Bu periodla eyni yüksəklikdə təkrar ola bilər, sekvensiyalar ola bilər, imitasiyalı keçidlər ola bilər. Bu iki periodda tematik cəhətdən təzadlıq var. Bir-birinə tamamilə uzaq deyil. Biz nümunələrə baxacağıq, göstərəcəm orada sizə. Bayaq ki dedim, modulyasiyalar mümkün olur, başqa kanallığa keçid olur. Orada modulyasiyalı sekvensiya əhəmiyyətli rol oynayır. Sekvensiyalar şəklində hərəkət çox yayılıb. Sekvensiyalı hərəkət ümumiyyətlə rəqslərdə çoxdur, rəqs musiqisində. Elə mahnılarda da az deyil. Həmçinin forma kiçik olduğuna görə də uzaq kanallığa keçid çox görsənmir. Məsələn, sonatalarda o forma böyük olduğuna görə rahat, geniş imkan var. Bir kanaldan başqa kanala gedir, görürük ki, məyərsə əsas kanallıqdan nə qədər uzaqlaşmışıq, uzaq kanallığa getmişik. Amma bu forma özü kiçik olduğuna görə başqa kanallara gedə bilmir. Ancaq qohum kanallar dediyim kimi ya paralel, ya dominanta ən çox bunlar olur. Amma instrumental musiqidə təbii ki, bunun o qədər də qorxusu olmur. Vokalist biraz çətinə düşməsin deyə adətən həmçinin forma kiçik olduğuna görə o qədər də mürəkkəbləşdirmirlər, adı üstündədir, yəni sadə formadır bu, hər şey ilə sadədir. İnstrumental musiqidə isə uzaq kanallara modulyasiya olunmasında bir yanlışlıq yoxdur, yəni orada bir problem olmur, ciddi bir narahatlıq olmur. Schumann, Papillonlar, birinci nömrə. Bu nömrə istəyirsiz belə bölüm, əməlli başlı aydın olsun. İlk iki sətir bu reprizə, birinci reprizə. Bax, bura A-dır. Bizim A, birinci periodumuz. Bu hissə A. B isə burada. B olmağına baxmayın, yeni mövzu yoxdur. Bax, bu yeni mövzu sayılmır. Sadəcə bir balaca inkişafdır. Verilən temanı, bax, tema budur, birinci periodda verilir. Onun bir balaca hər nə cürsə inkişafıdır. Birinci hissəyə qulaq asaq. Reprizləri götürüm istəyirsiniz, ehtiyac yoxdur hələ ki. Təkrar eləyir, vaxt getməsin ona görə. Birinci hissəyə qulaq asırıq. İki cümlədən ibarətdir, bax, bu periodumuz. Birincisi burada bitir. İkinci cümləmiz isə burada tamamlanır, yəni period tamamlanır. Bu birinci period re majordadır. İkinci perioda baxanda sadə iki hissənin ikinci hissəsinə baxırıq. Kanal dəyişdi, uzaq kanala gedib, lə bemol majora gedib çıxıb. Lə bemol major. Re majordan, əvvəla diyezli majordan bemolli majora gedib çıxıb. Lə bemol major. 2 diyezdən 4 bemolliyə gedib. 2 diyezlidən 4 bemolliyə. Və davamında nə var? Baxın, birinci periodun materialıdır. Davamında. Demişdik ki, dedik periodun ikinci hissəsi birincinin materialını işlədə bilər. Çox vaxt belə olur. Davamına baxaq. Bir dəfə ən başdan sona qədər bircə dəfə qulaq asaq.
Bu nümunəyə bir dərs sonra yenə qayıdacağıq. Sizə bir dənə də nümunə istəyirəm göstərim, hansı ki orada da uzaq kanallığa modulyasiya var. Həmçinin onsuz da 2 hissəli formalar nə qədər çox nümunəyə baxsaq, təbii ki, mövzu biraz o qədər yaxşı yadda qalar, nəinki danışmaq. Kiçik həcmli əsərlərdə adətən uzaq kanallara modulyasiya olmur demişdik. Amma sizə bir qatlı period göstərim. Qatlı period, yəni böyük, mürəkkəb period. Bax, orada uzaq kanala bir modulyasiya var. Bu sadə 2 hissəli forma deyil. Dərsimiz düzdür, sadə 2 hissəli formadır, amma mən sizə kiçik əsərlərdə uzaq kanallara modulyasiyona nümunə olaraq bunu göstərirəm. Qulaq asaq. Schubert'dən Weiss. Birinci cümlə, ikinci cümlə, üçüncü cümlə, dördüncü cümlə. Təkrar quruluşludur. Modulyasiya bax burada olur. Mi diyez gəlir və do, dubul diyez. Bu nə deməkdir? Re diyez minora gəlib. Re diyez minor. Fa diyez minorun paralel minoru. Si majordan re diyez minora. Bu periodumuz həm kvadrat quruluşludur, 16 xanədir. Həmçinin təkrar quruluşludur, mürəkkəbdir, yəni qatlıdır və çox tanallıdır. Mürəkkəb periodlar adətən bir tanallı olur, adətən. Amma burada baxın çox tanallı. Gedir, başqa tanalda durur. Onun da səbəbi var, yenə deyirəm. Əgər periodlar və yaxud sadə 2 hissəli formalar, sadə 3 hissəli formalar, hətta mürəkkəb qatılı formalar daha böyük əsərlərin, daha böyük hissəli əsərlərin tərkibində olursa, o zaman bax belə açıq qalır. Öz tanalında bitmir, məsələn, burada yönəlib əsərin davamı var hələ. Ona görə period tam olaraq burada öz tanalında bitmir. Başqa kanalda bitir. Belə periodlar üçün səciyyəvi olan bir də odur ki, orta hissə dediyimiz şərti orta hissə. Bax, bu üçüncü cümlə adətən dominantıda yarım kadensiya ilə bitir. Bu quruluşu dəyişdirdim. Deyəcəksiniz bu G, B, V, V, K nədir? Dərsin əvvəlində nə demişdik? Sadə 2 hissəli və 3 hissəli formalar əsasən rəqs və vokal janrlarda hakimdir. Rəqslərin və vokal musiqinin çox böyük əksəriyyəti, o janrlarda olan nümunələrin çox böyük əksəriyyəti bu formalardadır. Təbii ki, qatlı formalarda da var. Bax, vokal musiqi deyirik və yaxud rəqs musiqisi deyirik. Bunlarda çox vaxt nə olur? Bir giriş olur, qısa bir giriş ola bilər. Ya müğənnini hazırlamaq üçün, o biz periodlarda yadınızdadır, siqnaldan bəhs eləmişdik. Periodlarda da giriş mümkün olurdu. Musiqinin əsli ümumiyyətlə vokaldan gəlir, insan səsindən gəlir. Bütün formaların püxtələşməsində, təkmilləşməsində insan faktoru çox böyük rol oynayır. İnstrumentala daha sonradan keçib. Bax, bayaq baxdıq uzaq tanallıqlara, modulyasiya filan, bunlar sonradan əmələ gələn şeylərdir, instrumental musiqidə. Alətlərin imkanı artdıqca onlarda həmçinin, məsələn, temperasiyalı quruluşa qədər, temperasiyalı quruluş baxın adından bağlanılır, düzdür, bax icad eləməyib, yenə də onun adından bağlanılır. Həm belə sistemlərin olması, həm alətlərin imkanlarının geniş olması onlarda formalar üzərində də dəyişikliyə imkan verir. İstər harmonik olsun, texniki olaraq olsun, yəni melodik, tematik baxımdan. Mövzudan çox yayınmayın, bax bu formalarda sadə 2 hissəli formada və yaxud 3 hissəli formada olsun. Giriş olur, koda olur, yəni tamamlayıcı hissə ola bilər və arada bağlayıcı hissələr də ola bilər. Hissə deməyim, quruluşlar yəni. Giriş quruluş, tamamlayıcı quruluş və bağlayıcı quruluşlar mümkündür. Bu nəyə görədir? Vokalisti müğənnini mahnıya hazırlayır. Oxuyacağı nədirsə ona hazırlayır. Tamamlayıcı nə üçündür? Bilirsiniz də, müğənni oxuyandan sonra musiqi elə orada da bitmir. Adətən heç olmasa bir onu müşahidə eləyən hər kimdirsə, ansambl, orkestr və yaxud bir dənə alət olsa belə, 2-3 akord heç olmasa vurur, əsəri tamamlayır. Bax, o olur tamamlayıcı. Mən K yazmışam, koda yəni. Bəzən koda halında olur, yəni o tamamlayıcı böyüyür, koda olur. Koda əslində böyük qavramda, böyük formalarda olur. Onun kiçiyi deyək, kadetta deyək. Bu kadetta da əslində fuqalar üçün işlədilir. Kadetta yəni kodanın kiçiyi, o mənada deyirəm. Kiçik koda ola bilər, tamamlayıcı bir quruluş ola bilər hissələrin sonunda, bu hissələrin sonunda. Giriş ola bilər, yenə deyirəm, giriş biraz böyük də ola bilər, kiçik də ola bilər. Bu hissələr arasında müğənni ki oxuyur, orada kiçik bağlayıcı bir intermedia kimi. Bu intermedia da yenə fuqaya aid bir termindir əsasən. Onlar haqqında mən sizə məlumat verəcəm. Bu kodalar dedim ki, tamamlayıcı hissələr biraz genişlənə bilər. Bax, genişlənmə nəyin səbəbinə ola bilər? Tonika və yaxud tonik arqan punktunda kadensiyanın təkrarı hesabına yarana bilər.
Bu arqan punktudur, prediktiv filan bunlar haqqında mən başqa dərslərimizdə ətraflı məlumat verəcəm. Belə sadə formalar haqqında nəzəri olaraq bu qədər yetərlidir. İndi isə dərsdə bu mövzuya sataşmışdım əslində, bu təkrarlıq, reprizlik məsələsinə. Bir sonraki iki dərsimizdə reprizli və reprizsiz sadə iki hissəli formaları öyrənək. Bu dərsimizin davamı sayılan növbəti dərsimizə keçək.